Deyir ki, şah şəhriyarım. Gediblər oturublar məclisdə, yiyib içiblər. Nə dərdiniz var sizin? Həddi buluğa çatmayan bir uşaqla vəlisi icazə verəndən sonra əqd oxunu filan kişinin halalıdır. O onu cinsi əlaqə olmadan başqa ləzzətlər ala bilər. Özü özlüyündə İmam Xomeynidir, caizdir. Elza Ermənistanda konsert verəcək. Məşhur şeirlərimi səsləndirəcəm. Boş bişirəcəm. İzlə. Lazım olacaq dana əti, çuğundur, marikoy. Salam dostlar, xoş gördük. Dəyərli dostlar, videonu həmişə axıra qədər izləyin, sonra fikirlərinizi yazın, zəhmət olmasa. Dəyərli dostlar, Çindən avtomobil, ağır texnika, zavodunuz üçün, sexiniz üçün dəzgah nə istəsəz oradan sizin üçün ucuz qiymətə gətirə bilərik. Bizdə daşıma şirkəti deyil, biz oradan alıb sizin üçün gətiririk. Qeyd edeyim ki, Amerikadan, Koreyadan avtomobil də gətiririk. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Dönürəm bu misallardan sonra məsələyə. Həddi buluğa çatmayan bir uşaqla vəlisi icazə verəndən sonra əqd oxunu filan kişinin halalıdır. O onu cinsi əlaqə olmadan başqa ləzzətlər ala bilər. Özü özlüyündə İmam Xomeynidir, caizdir. İndi oxuyacağım da misal olaraq İmam Xomeynini Təhrir vəsilədə bəli, südənlər qız uşağına evlənmək icazəsini verib. İnkar da eləmir, müştehiddir, fətvanı verib. Özü bilər, öz istinbatıdır. Diqqət edin, məsələni oxuyun. Təhrir vəsilə 2-ci cild, səhifə 241-də Kitab-ı Nikah, Nikah kitabı 12-ci məsələ. Məsələdə nə bu? La yecuzu vaqtu zəvcə qəblə ikməl 9 sinin. 9 yaşına qədər cinsi əlaqədə olmaq haramdır. Mən nə deyə bilərəm? Yəni, adamlar özləri dilləri ilə deyir bunu. Bəzən deyirlər ki, biz güya böhtan atırıq. Yəni, adamlar özləri, öz müəllimlərinin verdikləri fitvaların, fitvaları daha doğrusu təsdiqlədilər. Yəni, uzun sözün qısası, belə çox baş beyninizi aparmaq istəmirəm, əziz mənim fikrimdə olan insanlar. Yəni, sizi nəzərdə tuturam, sizə hörmətim sonsuzdur. Yəni, mənim fikrimdə olmayanlar da ola bilər, okey, hörmətlə yanaşıram. Amma durub, bax, bu insanları müdafiə edib, mənim fikirlərimə başqa cür reaksiya bildirənlərə mən hörmət eləmirəm. Çünki adam deyilsiniz siz. Siz bəzən deyirsiniz ki, güya biz böhtan atır. İndi mənə durub yazacaqlar, İsrailin agenti zad yazacaqlar. Halbuki mən İsraildən ümumiyyətlə danışmıram. Yəni, keçən videomda da demişdim ki, İranda adi bir məmuru tənqid edirsən, deyirlər sən İsrailin agentisən. Beyin yoxdur da çünki. Nə deyim, valla, şərhlərdə siz yazın. Bu fətvaları İranın ali dini lideri verib. Bunların dediklərini çox dərinə getmirəm. Niyə getmirəm? Çünki iyrənc söhbətlər var. Düşünün də, düşünün. Yəni, o beyinsizləri nəzərdə tuturam. Düşünün, görün kimləri təqlid eləyirsiniz. Yəni, belə çıxır ki, onları təqlid eləyirsınızsa, bu dedikləri ilə də razısınız və sabah birisi gün, yəni, ailənizdən kiminsə bu fitvaları yerinə yetirməsinə razılıq verməlisiniz, əgər razısınızsa. Bunun başqa adı yoxdur, dostlar. Yenə beyin yoxdur, yenə girib yazacaqlar. İnanırsınız yazacaqlar ki, sən İsrailin adamısın. Çünki beyin yoxdur. Elza Ermənistanda konsert verəcək. Məşhur şeirlərimi səsləndirəcəm. İndi biz sülh bağlayırıq. Sülhdə mən sülhün nəyə görə tərəfdarıyam? İntiqamımızı aldıq, sülh bağlayaq ki, bundan sonra artıq şəhid verməyək. Yəni, gələcək nəsillər, bizim övladlarımız daha şəhid olmasın deyə buna görə tərəfdarıyam. Amma gedib sabah bir gün erməni qızı almaq, ermənilərlə qohum olmaq tərəfdarı deyiləm. Sopanı əldən buraxmaq olmaz. Çünki erməni ermənidir. Yəni, ağına da, bozuna da, qarasına da, neysə. Amma Elza gedib orada konsert versə, erməni soyqırımı olsa, sonra yenə problem başlayacaq və 100 ildən sonra çıxıb deyəcəklər ki, Elza Seyidcahan Ermənistanda, İrəvanda, paytaxtlarında
erməni soyqırımı elədi. Mahnılarını demirəm, amma mahnıları normaldır. Şeirlərindən söhbət gedir. Yəni bu şeirlərlə erməniləri kütləvi zad eləyə bilər bu. Deyir ki, Şəhriyarım. Bilmirəm, mənə nəzərdə tutur. Bir-iki fəxr olunması şeyim var, o da biri elə musiqi zövqümdür. Hamının da təbii ki, bir, belə deyək də, zümzümə elədiyi, ağzına düşdüyü, nostalji hisslər yaşadığı bir mahnı var. Amma, yəni, günün 24 saatı, ilin 365 günü belə mahnılara qulaq asanların zövqünə nə deyim, yəni bu dairənin, bu çərçivənin adamları deyə, bir dənə bunların rəqsinə fikir verin. Bu nə viddir, bu nə tipdir, bu nə fasondur, bu nə geyimdir. Yəni deyirəm, açıq geyinə bilərsən, amma yaraşırsa geyində, yəni bu nədir? Sənə yaraşmır axı, bayağı görsənir axı, oxuduğun hələ nədir? Bu ümumiyyətlə haradır, hansı məclisdir? Bəlkə də o biri videolardakı kimi ailə məclisi. Boş bişirəcəm. İzlə. Lazım olacaq dana əti, çuğundur, marikoy, kartoşka, soğan, göyərti, pomidor və kələm. Soğanı doğramaq lazımdır. Yağda qızartmaq lazımdır. Markoyu çorkadan keçirdirik. Çuğundura çorkadan keçirdirik. Nəysə, bu qız borş pişirir. Hər dəfə yeməyi bu tip geyimlərdə eləyir. İndi buna cəhənnəm yaraşır, yəni bu geyinliyi yaraşır. Bayaqçılara ümumiyyətlə yaraşmırdı. Bir kişi eləsəydi bunu qədər reyting yığmazdı. Bir çox qadınlar var. Hətta mən Latin Amerikasında görmüşəm. Belə soyunurlar, lütlənirlər, videolar çəkirlər, heç nə eləmirlər. Reaksiya bildir. Prosta baxırlar belə tullanırlar, zad eləyirlər. Və qəşəng də baxılırlar. Onu məsələn bir kişi eləsə o qədər baxılmazlar təbii ki və öz cinsiyyətlərindən istifadə eləyirlər. Bu xanım da təbii ki öz cinsiyyətindən, öz bədənindən reyting üçün istifadə eləyir. Gediblər oturublar məclisdə, yeyib içiblər. Nə dərdiniz var sizin? Siz dərd görmüsünüz? Azərbaycanın 10 milyon əhalisi var, İtaliyanın 80 milyon əhalisi var. Dövlət baxır statistikaya görür ki, elektrik enerjisinin istehlakında Azərbaycan İtaliyadan sonra ikinci yerdədir. Bu necə ola bilər? Dövlət araşdırır, görür ki, vətəndaş girir mənzilə, bu otaqda da işığı yandırır, o otaqda da işığı yandırır. Dövlət işığın, elektrik enerjisinin qiymətini qaldırır ki, ona qənaət edəsən. Yaxşı, çox gözəl. Onda sən də maaş alma, maaşını sal 50%-ə, qənaət elə də. Niyə çox maaş alırsan ki? Dostlar, bəzən bəzi məmurlar, millət vəkilləri çıxırlar, onlardan heç kimsə xahiş eləməyib. Nəsə qiymət artımı olur, məsələn də. Çıxırlar, quş buraxırlar, sonra da deyirlər ki, bizi söyürlər. Bizim var yoxumuza söyürlər. Səndən kimsə xahiş edib, çıxıb açıqlama verir. Çıxırlar, deyirlər ki, bu qiymət artımı yaxşı şeydir, bu qiymət artımı fayda verəcək filan bəs məkan və özlərini söydürürlər, sonra da çıxıb şikayət edirlər ki, bizi cəmaət niyə söyür? Səndən kimsə xahiş edib, çıx açıqlama ver. Yox, təbii ki. Sadəcə özlərini gözə soxmaq üçün, gündəmə gəlmək üçün bunu edirlər. Bilməm, niyə gündəmə gəlirlər. Müğənnisən, kimsən, millət vəkilisən də. Yəni, ged otur yerində də. Səndən kimsə açıqlama istəyib? Yox, təbii ki. Bu tip adam, bunu bilməm kimdir. Bu da çıxıb deyib ki, belə-belə, neysə. Cəmaət da şəhərlərdə döşəyir. Nələr deyirlər, orasını burada demirəm, çünki mən artıq 4-5 ildir ki, təhqirəramiz sözlərdən istifadə eləmirəm. Əziz iş adamları, əgər öz zavodunuza, sexinizə avadanlıq almaq istəyirsinizsə, mütləq mənim aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.